Birinci suala baxaq. 8 saat sutkanın hansı hissəsini təşkil edir? Bir sutka 24 saatdır, 24-də 8, ində ixtisar edirsiniz 3-də 1. Deməli, birinci sualda A variantı. 72 ədədinin 8-də 5 hissəsini tapın. 72-ni böl 8-ə, 9, 9-ə 5, 45. 2-də D. Turist bütün yolun 7-də 4 hissəsini getdi. Yolun hansı hissəsi gedilməmiş qaldı? Bunu həmişə diqqətlə oxuyun. Gedilmiş mi soruşur, yoxsa gedilməmiş mi soruşur? Burada gedilməmişi soruşursa, tam hissə 7-də 7-dir. 7-də 7-dən də 7-də 4 çıxanda 7-də 3 A variantı. Sinifdəki 32 şagirdin 4-də 3 hissəsi Riyaziyyat dərnəyinə gedir. Neçə şagird dərnəyə gedir? Gediri soruşur. Burada getmiri soruşmur. 32-ni bölürsünüz 4-də 8, 8-də 3, 24. E variantı. 5-ci sualda deyir ki, budağa 12 quş qonmuşdur. Onların 3-də 2 hissəsi uçub getdi. 12-nin 3-də 2 hissəsini tapırıq. 12-ni 3-ə bölürük 4, 4-də və 2, 8. 8 3-dür. Neçə quş uçub getdi? Bax, burada uçanları soruşur, qalanları soruşmur. Deməli, 8 dənəsi də uçub. 8. Deyir ki, bu düzgün olmayan kəsirin tam hissəsini tapın. 220-ni 16-ya bölürsünüz. 13 tam 16-da neçə edir? 22. 13 tam 16-da neçə? Deməli, burada tam hissə 13-dür, kəsir hissə 16. 7-ci sualda isə deyir ki, sonsuz dövr onluq kəsirini adi kəsir şəklində göstərin. Burada mötərizənin içindəki ədədlərin sayı qədər 9 yazırıq. Çöldəki ədəd qədər isə 0 yazırıq. Yəni 9 məxrəc olacaq 990. Sürət isə 100, bu ədədləri ardıcıl yazırıq. 126-dan buradakı ədədləri çıxırıq. Yəni 1-i çıxırıq. 126-dan da 1 çıxanda 125. Onlar 990-da 125. Fikir verək, cavablarda elə bir cavab yoxdur. Amma D variantına baxaq. 990-da 125-i biz 5-ə ixtisar eləsək, 198-də 25 olur. Bəzən siz cavab alacaqsınız. O cavab orada olmayacaq. Ya o ixtisar olunmuş formada olmalıdır. Bəzən düzgün olmayan kəsir kimi alacaqsınız, alınmayacaq. Demək ki, orada qarışıq ədəd formasında verilib. Ya cavabı adi kəsir şəklində alacaqsınız, görəcəksiniz ki, onluq kəsir formasında verilib. 5-də 2 tapacaqsınız, cavab burada olacaq 10-da 4. 5-də 2 də 10-da 4-dür də. Ya da 10-da 4 tapacaqsınız, amma cavab olacaq 5-də 2. Yəni ikisi də eyni şeydir. Bu qaydalara diqqət edək. Burada deyir ki, 2 tam dövrdə 41-dir. Dövrdə 41 o deməkdir ki, bu 41 davam eləyəcək. Burada isə 2 tam %41-dir. Burada isə bu 41-dən sonra sıfırlar gedəcək. Deməli, burada A B-dən böyük olur. A-nın B-dən böyük olan variantı E variantı. Deməli, 9-cu sualda deyir ki, 10-da 7 ədədindən hansı ədəd çıxdıqda 7-də 2 alınır. Burada da bunu 10-da 7, sürət məxrəcini 7-yə vursaq, 70-də 49, 70-də 49-dan neçə çıxanda 70-də 20 alınır. 7-də 2 ilə 70-də 20 yazırıq. Yəqin ki, 70-də 29. Yəni 70-də 49-dan 70-də 29 çıxanda 70-də 20 alınır. 70-də 20 ilə 7-də 2 deməkdir. Ədədin 3-də 1 hissəsinin üzərinə 2 əlavə etdikdə ədədin özü alınır. Bu 3-ün özüdür. 3-ün 3-də 1 hissəsi 1 edir. 1-in üstünə 2 gələndə yenə də 3 edir. 2-də 1 və 3-də 1 hissələrinin fərqi 1-ə bərabərdir. 6-nın 2-də 1 hissəsi 3-dür. 3-də 1 hissəsi 2-dir. 3-dən 2 çıxanda 1. Belə 6-nın özüdür. Burada 12-də deyir ki, düzgün olmayan kəsir olarsa, A-nın ala biləcəyi qiymətlər zəmini istəyir. Bunun düzgün olmayan kəsir olması üçün A burada ola bilər 6, 7, 8, 9, 9-da. Bu 6, 7, 8, 9-u toplayırsınız, 30 edir. Düzgün olan kəsirlər bilirsiniz, sürət məxrəcindən kiçik olan kəsirdir. Düzgün olmayan isə sürət ya məxrəcə bərabərdir, ya da ondan böyükdür. 12-ci sual. 14-cü sualın həlli isə belə olacaq. Biz bunu öncə adi kəsirə çeviririk. Yəni sürət məxrəcini 0,216-dır, məxrəcdə isə 0,15. Sürət məxrəcini 1000-ə vururuq. Bunu onluq kəsirdən azad edir. 25-də 36. Bunu təzədən onluq kəsirə çevirir. Yəni sürət məxrəcini onluq kəsirə vurur. Birbaşa 0,216-nı 0,15-ə bölə də bilərsiniz. Bu qayda daha asan gəldi də belə yazdım, amma o formada da yazmaq olar. Bu da elədir 1,44. Yəni 0,216-nı 0,15-ə böləndə 1,44 edir. Bunu böləndən sonra orada 3,2-ni 15-də 4-də bölün. Bölmədə bilirsiniz ki, ikinci tərəf sürətlə məxrəc yerini dəyişir. Bu da edir 2,5. Axırda da toplamaları edirsiniz. Bilirsiniz, birinci bu əməllərdə vurma və bölmə, sonra toplama, yəni ardıcıl əməl oluna bilər. 2,5, 2,5-lə də 1,94-ü toplayarsınız, 3,94. Bu olacaq 14-cü sual. 15-ci sualda isə deyir ki, birinci boru hovuzun 16-da 7 hissəsini, ikincisi isə 16-da 5 hissəsini doldurdu. Hansı hissə boş qaldı? 16-da 7 ilə 16-da 5-i toplayırıq, edir 16-da 12. 16-da 12 hissəsi dolubsa, 16-da 4 hissəsi boşdur. Çünki tam hissə 16-da 16-da, yəni 1-ə bərabər olmalıdır. Cavablarda 16-da 4 olmadığı üçün 4-də 1 varsa, 16-da 4 elə 4-də 1 deməkdir, eyni şeydir. 16-cı sualda deyir ki, oğlun 10 yaşı var və bu atasının yaşının 7-də 2 hissəsidir. Atanın neçə yaşı var? Oğul 10 yaşındadırsa, atasının yaşının 7-də 2 hissəsi 10-a bərabərdir. Yəni atasının x yaşı var, x-in 7-də 2 hissəsi bərabərdir 10-a. X bərabərdir 10-u 7-də 2-yə bölürsünüz, yəni 2-də 7-yə bölürsünüz, edir 35. Demək, atasının 35 yaşı var, B variantı. 17-ci sualda isə deyir ki, A-nın hansı natural qiymətində 7/8 bölünsün 21 kəsir düzgün kəsir olar. Düzgün kəsir deyir. A-nın yerinə bax 1 yazanda olur 21-də 10. Natural qiyməti deyir. Ona görə 1 yazırıq. 21-də 10
alınır. Demək ki, düzgün kəsirdir. 2 yazanda 21-də 12 alınır. Demək bu da düzgün kəsirdir. Bu necə 21-də 12 alınır? 2-ni qoyuruq A-nın yerinə. 2 dəfə 2 4, 4 üstünə 8, 12. Ona görə ki, 21-də 12 alındı. 3 qoyanda 21-də 14 alınır. 4 qoyanda 21-də 16 alınır. 5 qoyanda 21-də 18, 6 qoyanda 20-də 20. Amma 7 qoyanda 20-də 24 alınır. Artıq bu olmur. Deməli, neçə natural kəsir oldu? 1, 2, 3, 4, 5, 6. 6 ədəddə bu ödəyər. Cavab olar C variantı. 18-ci suala baxaq. 18-ci sualda birinci hansı əməlləri etməliyik onu göstərəcəm sizə. Birinci bunu buna bölməliyik, sonra bundan toplamalıyıq, yazırıq kənarda. Sonra məxrəcdə bunu buna vururuq, 2,5-dən onu çıxırıq. Sürətdə aldığımız cavabdan məxrəcə aldığımız cavabı bölürük. Böləndən sonra neçə almadıq? O həmin cavabı 5-də 1-ə bölürük. Mən burada həll elədim ki, vaxt çox getməsin. Deməli 4-də 11 vurursan 11-də 4-də. Orada 1,1-dir. Yəni 10-da 11-dir. Bölmə əməli olduğu üçün 11-də 10 yazır. Burada 11-lər gedir, qalır 5. Bu da məxrəcdə 2, 2-də 5. 2,5. Sonra 2-də 5 ilə 3-də 10-u toplayırsınız, alır 6-da 135. Deməli sürətin cavabı oldu 6-da 35. Məxrəcdə isə 2,5-dir. Bunda 2-də 5 yazır. 2-də 5-dən 3-də 4-ü çıxırıq. 3-də 4 hardan aldı? 3-də 4. 0,4-ü 3-də 1-ə vuranda aldıq 3-də 4-ü. 0,4-ü yazırıq 5-də 2. Orada da birinci vurma alınır. 5-də 2-ni 3-də 10-a vururuq. Alır 3-də 4. Sonra 2-də 5-dən 3-də 4 çıxanda edir 6-da 7. Sürət 6-da 35-dir, məxrəcdə 6-da 7. Buna böləndə eləyəcək 5. Yəni tərsinə vuranda eləyəcək 5. Sonra 5-i ilə 5-də 1-ə böləndə eləyəcək 25. 19-cu sualda isə belə deyir. Deyir ki, kəsirlərdən hansının sürətinə 21, məxrəcinə 35 əlavə etdikdə qiyməti dəyişməz. Kəsirlər var. Burada 2-də 1, 3-də 1, 6-da 1 belə kəsirlər verib. Amma biz 5-də 3-ə baxaq. Bir ödəyərsiniz. Hansı ödəməsə atırsınız kənara. 5-də 3-ə baxaq. 3-ün üstünə 21 gələndə 24, 5-in üstünə 35 gələndə edir 40. Təzədən 40-da 24-ü biz ixtisar edəndə 8-ə 3, 5-də 3. Bu ədədləri bunun üstünə gələndə görürsünüz yenə 5-də 3 alınır. Demək ki, cavab neçə imiş? 5-də 3. 20-yə baxaq. Deyir ki, 24 ədədinin natural bölənlərindən ibarət sıranın ədədi ortasını tapın. 24 ədədinin bölənləri belədir. 1, 2, 3, 4, 6, 8, 12, 24. Bunları toplayırıq. Neçədən alınır? 8 dənə ədəd bölü 8-ə olur 6,5. Cavab olacaq A variantı.